Salam. Maraqlı bir sual vermək istəyirəm. Səncə sən həyatına girən insanlar təsadüfən həyatına giribmi? Sən seçimləri sən etməmisən. Yəni bir qrup insan var ki, fərqli adlar altında, amma bənzər tiplər həyatına təkrar girir və sən sanki dejavu yaşayırsan, eyni ssenariləri fərqli insanlarla. Halbuki dildə desən də ki, bu qrup insan, bəzi insan tipləri var ki, kişilik ya qadınlıq, bu insanlar sənlik deyirlər. Amma buna rəğmən yenə və yenə eyni ssenarilər, eyni insanlar, eyni təcrübələr, fərqli adlar altında sən yenə yaşayırsan. Və ya niyə tanımadığın bəzi kəslər səni rahatladır, bəziləri isə səni qıcıqlandırır, izah edə bilmədiyin şəkildə içində bir fırtına qoparır və böyük bir qıcıq yaradır. Və ümumiyyətlə bu hiss səncə təsadüfüdür? Yəni bəzi kəslərə qarşı bir pozitiv hiss bəsləyirsən, görmədiyin, tanımadığın, digərinə negativ. Ümumiyyətlə bu hardan gəlir? Şuur altından gələn mesaj nədir? Bəlkə də həyatda sənə məhz bu cür insanlarla vasitəli özünü anlamağa çalışmaq üçün bir vasitəçidirlər onlar. Və burada biz bu podkastda bu dəfə sənə motivasiya verməyəcəm. Sadəcə öz psixologiyamı, özünü şuuraltı anlamağın üçün sənin güzgün olacağam. Səni özünlə üz-üzə qoyacağam və səni özünü yaxşı tanımağa çalışmaq. Yəni bugün niyyətim budur. Həyatıma girən insanlar kimlərdir və ümumiyyətlə niyə sən məhz bu insanları çağırırsan? Bir qrup insan var ki, sən onları təkrar qapı onlara açıq olur. Dildə desən də ki, mən bunu istəmirdim. Bu tip insanlar mənlik deyil. Psixologiyada belə bir anlayış var. Psixoloji rezonans, bir də məşhur kitab da var. Yəqin ki, oxumusunuz bunu, bilməm, oxuyanlar var ya yox. Biz şuurlu şəkildə bir qrup insanları həyatımıza çəkirik. Onları cəzb edirik. Şuuraltımız kimə yaxınlaşacağımızı, kimdən qaçacağımızı artıq qərarlaşdırıb. Artıq bu ssenarilər necəsə beynimizdə artıq qərarlaşıb və ümumiyyətlə Freud deyir ki, insan taleyini seçdiyini, bəzi insan düşünür ki, taleyini seçir, amma əslində şuuraltı travmalarını təkrar edir. Yəni şuur altındakı travmalar təkrarlanır. Yəni həyatına girən insanlar çox vaxt sənin uşaqlıq yaralarının necəsə tamamlanmamış emosiyalarımın, ehtiyaclarımın və həll olunmamış problemlərimin, daxili konfliktlərin canlı təmsilçisidir. Uzun cümlədir, amma çox önəmli bir cümlədir. Təkrar geriyə gedib dinləyə bilərsiniz. Səni incidən insan, çox vaxt ilk dəfə səni incidən insanın davamıdır hal-hazırdakı. Səni xilas edən insan da bəlkə də içində heç vaxt görmədiyin öz gücünün aynasıdır. Hal-hazırda səni xilas edən insan. Freud bunu necə izah edir? Burada bir təkrar məcburiyyəti bunu adlandırır necəsə və insan eyni oxşar münasibətləri, eyni ağrıları, eyni təkrar nəticələri yenidən yaşayır. Bu hər kəsdə belədir, təkcə səndə deyil, yəni hamımızda, bir çoxumuzda. Niyə? Çünki psixikamız bizə deyir ki, bu dəfə fərqli olsun, bu dəfə sağalım və bu zamanda nə baş verir? Şuuraltı ilə üzləşmədən sadəcə ssenarini dəyişərək, aktyorları dəyişərək, yəni həyatınıza girən insanları dəyişərək, nəticəni dəyişmək heç də mümkün deyil. Çünki sən hər dəfə eyni tip insanlarla qarşılaşacaqsan və problem onlarda olmayacaq. Problem burada sən dəyişdirmədiyin özündəki keçmişdə şuuraltında qalan məsələlərdir. Burada şuuraltı səninlə etdiyi söhbəti oxuya bilmirsən. Ona görə də təkrar eyni ssenariləri yaşamağa məcbur qalmış olursan. İnsanlar psixoterapiyanın da məqsədi əslində budur. Onu anlamaq ki, niyə eyni daşlara yenidən basırıq, eyni yanlışlar olur. Ümumiyyətlə anlamaq və tanımaq lazım ki, yaralarımızı sağaldıb daha doğru seçimlər edə bilmək üçün, daha doğru yola davam edə bilmək üçün. Bir çox insan isə ümumiyyətlə həyatında tanımadan, özünü anlamadan, şuuraltının onun verdiyi mesajları anlamadan eyni yanlışlar, eyni daşlar, eyni ssenarilər, müxtəlif adlar, amma eyni təcrübələr, toksik təcrübələr, mənfi təcrübələr yaşayır və anlamadan ölüb gedir həyatdan, yəni heç nəyini dəyişdirmir.
Burada Jungun izahını vermək istəyirəm. Ümumiyyətlə bir çox videomda onun haqqında danışanda deyirəm ki, kölgələr də bunu izah edir və insanı ən çox qıcıqlandıran insan tanımadığını, insanın özündə tanımadığı özüdür. İnsanın digərlərində qıcıqlandıran, yəni sən daxili mənə. Biz bunu başqalarına proyeksiya edirik. Yəni özümüzün tanımadığımız o kölgə tərəfimizi, yəni qəbul etmədiyimiz, bastırdığımız tərəfləri qarşıdakı insanlarda görürük, hansı ki qəbullanmırıq. Və bəzən deyirik ki, bu insan çox egoistdir. Halbuki bunu izah edəcəm necə. Və ya da bu insan çox zəifdir. Kimləsə bağlı bir negativ bir rəng. Bu insan çox soyuqdur kimsə haqqında. Və burada Jung bunu necə analiz edir və necə bunu izah edir. Demək, sən özündə nəyi yaşamağa icazə verməmsən, kölgən əslində deyir ki, bu pis deyil. Və sənin kölgə tərəfini sən inkar edirsən və başqalarında kölgəvin istədiklərini başqalarında görəndə qıcıqlanırsan. Səni əsəbləşdirən insan sənin azad ola bilməyən tərəfində əslində. Onu xatırladır. Çünki sən sahib olmadıqlarını, ola biləcəklərini başqasına görəndə səni heyran edən insan sənə icazə vermədiyin potensialındır məsələn. Yəni, bu cür insanda qıcıqlar yarada bilər. Çünki özündə yaratmadıqlarını başqalarında görəndə qıcıqlanırsan. İnsan davranışı hardasa məqsəd yönlüdür. Yəni, sən təsadüfən kimsə sevmirsən, sən təsadüfən kimsə seçmirsən, sən təsadüfən kiməsə bağlanmırsan, təsadüfən ümumiyyətlə seçimlər olmur, sən təsadüfən kiməsə dözmürsən, sən təsadüfən hansısa bir toksik münasibət yaşamırsan və orada qalmağa davam etmirsən. Sən heç bir halda həyatında heç nə təsadüf deyil. Yəni, deyirəm, tanımadan hər hansısa bir toksik münasibətə girmək də var, anladım, amma niyə orada qalırsan? Bunun da bir izahı. Sənin həyat üslubunu bu hardasa gücləndirir. Əgər içində mən kifayət deyiləm hissi varsa, sən səni təsdiqləməyən insanları seçəcəksən. Yəni, maraqlı cümlədir. Əgər sən kifayət qədər özünü hiss etmirsənsə, səni təsdiqləməyən, səni aşağı çəkən, aşağı görən insanları və onlarda özünü sübut eləməyə çalışacaqsan ki, onlar yəni özünü təsdiqlənmiş hiss edəsən. Və bu ssenaridə qalib gəlməyə çalışacaqsan ki, yox, mən bacaracağam, mən təsdiqləyəcəm. Çünki içində özünə inanmırsan. Həyatıma girən insanlar da bəzən onda nə olur? Sənin müəllimin olur o ya. Bəzən güzgün olur sənin, bəzən imtahanın olur. Bəzən sənə xəbərdarlıq kimi gəlir ki, burada bu var, bunu düzəltməyə çalış özündə. Bəziləri səni oyatmaq üçün gəlir, bəziləri səni yıxmaq üçün gəlir. Bəziləri sadəcə bir keçməli olduğun mərhələni sənə yaşadır və ümumiyyətlə hər təcrübədən biz nələrsə öyrənirik mütləq, əgər öyrənmək istəsək. Yaşamalı, keçməli olduğumuz mərhələlər var həyatımızda. Problem odur ki, biz rolu səhv oxuyuruq. Yəni, qarşı tərəfin yaşatdığı şeyləri biz səhv oxuyuruq və bu sınağı xilas kimi anlayırıq və xəbərdarlığı sevgi sanırıq və yaxud da güzgüdən qaçırıq, görmək istəmirik, eşitmək istəmirik, bilmək istəmirik, zəif tərəflərimizlə üzləşmək istəmirik. Ümumiyyətlə, burada necə ayırmaq olar? Bir gün belə bir sual verəcəksən ki, bu insan mənə nə öyrətdi? Əslində, o öyrətməli olan mesajı alsan, bəlkə də təkrar o təcrübəni yenə fərqli adlar altında yaşamayacaqsan. O gün artıq o münasibət bitmiş olacaq, o toksik münasibətlərə girməyəcəksən. Və orada dərs artıq tamamlanmış olacaq, öyrənilmiş olacaq və sən ayılacaqsan. Günahlar axtarmayacaqsan, özünə hücum etmirsən, sadəcə anlayırsan ki, okey, demək ki, mən bunu anlamalıydım, mən bunu görməliydim, bu tərəfimi bilməliydim. Çünki anladıqca insan yaralarını sağaltmağa başlayır və sən də öz yaravı bu vasitə ilə anlayıb, tanıyıb, sağaltmağa başlaya bilərsən. Və burada sənə vermək istədiyim ən önəmli mesaj nədir? Həyatına girən insanlar təsadüfi deyil və onlar qalıcı olmaq məcburiyyətinə də deyil. Yəni, hər kəs sənə həyatına girmir ki, səndə qalsın. Dost olsun, hər kim olur olsun. Bəziləri bizi dəyişmək üçün gəlirlər. Bəziləri bizi tərk etməyi öyrətmək üçün gəlirlər. Bəziləri bizə sadəcə bizi göstərmək üçün gəlirlər. Bəziləri bizə güzgümüz olmaq üçün gəlirlər. Və burada sual budur ki, sən bu mesajı alırsanmı? Sən bunu görürsənmi? Sən baş verənləri oxuya bilirsənmi?
şuuraltının bu insanların niyə seçdiyini və bu münasibətləri yaşadığını anlaya bilirsənmi? Əgər bu sözlərimlə sən də fərqindəlik yarada bildimsə də, az da olsa yarada bildimsə, nə xoş mənə. Belə gözəl insan, demək ki, sağalmağa hazırsan, sadəcə özünə zaman ver. Bu bir gündə baş vermir, həyatın 30, 40, 20 ildə yaşadıqlarını bir gündə həll edə bilmərsən. Amma fərqində olmağa davam etmək də bir seçimdir, dəyişmək istəmək də bir seçimdir. Hər biri bir seçimdir, yəni heç kim heç nəyə məcbur deyil, hər kəs də dəyişməyə məcbur deyil, hər kəsin seçimi özünə görə fərqlidir. Biz sadəcə burada, mən öz tərəfimdən güzgü olmağa çalışıram, qalanı sənin öz məsuliyyətinə qalıb. Belə, özünə yaxşı bax, hələlik.